Nədir bu müharibə ab-havası? Ermənistanla Azərbaycan arasında yenidən hər hansısa bir silahlı toqquşma gözlənilirmi sizcə? Güman etmirəm Ermənistanla Azərbaycan arasında silahlı toqquşma gözlənilsin. Bəs kim yaradır bu Tərəflər bu istiqamətdə hesab edirəm balanslı xətt yürüdürlər və sülh müqaviləsinin şərtləri ilə bağlı razılığa gəldiklərini də artıq bəyan ediblər hər iki tərəf, həm Azərbaycan tərəfi, həm Ermənistan tərəfi. Ermənistan tərəfinin öz ərazisində istehkam qazması bizi narahat etməməlidir. Biz ondan əndişə duymamalıyıq. Öz ərazisidir, istəyər istehkam qazar, istər orada hansısa bir texnika yerləşdirər, ya əskərlərin ora gəlişini və yaxud da gedişini, qüvvələrin artırılmasını və yaxud da azaldılmasını həll edə bilər. O cümlədən də Azərbaycan tərəfində hansısa bir hərbi yer dəyişmələri mümkündürsə, bundan əndişələnməyə dəyməz. Ən başlıcası əndişələnmək o zaman olardı ki, Azərbaycan və Ermənistan rəhbərliyinin ritorikalarında müharibə çağırışları olsun. Azərbaycan belə bir tərəfdə bulunmur. Ermənistan da bildiyim qədər bu istiqamətdə revanşist qüvvələr hakimiyyətə gəlməyib və onlar da bu istiqamətdə addım atmağı düşünmürlər. Paşinyan hökuməti sülh müqaviləsi imzalamaq üçün, həm də Türkiyə-Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün kifayət qədər ciddi bəyanatlar verir. Azərbaycan tərəfi isə heç vaxt qonşuların torpağında gözü olmadığını, Azərbaycan qonşu dövlətlərlə sıfır problemlə yaşamasını arzulayıb, bəyan edib və keçən müstəqillikdən bu yana keçən illər ərzində də Azərbaycan heç vaxt heç kimin torpağına müdaxilə etməyib. Azərbaycan torpaqlarına müdaxilə olub, şükürlər olsun ki, 20-ci ilin 2-ci Qarabağ Savaşında və 23-cü ilin antiterror əməliyyatlarında Azərbaycan öz ərazilərini işğaldan azad edib və suverenliyini bütün ərazisi boyu təmin edib. Bundan sonra Azərbaycan hansı addımlar ata bilər? Azərbaycan bundan sonra yalnız aqressora, işğalçıya cavab vermək və bu istiqamətdə ciddi dəyişiklik edə bilər siyasətində. Hələlik belə bir niyyətin olduğunu görmürəm. Amma iri dövlətlərin Cənubi Qafqazda mövqeləri var və iri dövlətlərin də bu tipli ölkələrin hamısında özünün informasiya bazaları var və o informasiya bazaları üzərində maraqlar təmin olunmayanda bəzən sülh, bəzən müharibə ritorikasını sosial şəbəkə segmentində də, informasiya mətbuat segmentinə də bunu ata bilirlər və müzakirələr təşkil edə bilirlər. Güman edirəm ki, növbəti mərhələlərdə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində dövrəyə daha çox Trump administrasiyası girəcək. Əgər Trumpın hakimiyyəti Amerika Birləşmiş Ştatlarında davamlı və uzun ömürlü olsa, özünün 4 illik hakimiyyəti dönəmini başa çatdırmaq istiqamətində daxili problemlər ona imkan versə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində bu administrasiya çox ciddi addımlar atacaq. Bunun nədənləri var. Birinci nədən odur ki, postsovet ölkələri içərisində Ukrayna-Rusiya müharibəsinin tənzimlənməsi istiqamətində Trump administrasiyası ciddi nəticələr əldə edə bilmədi. Müharibə dayanmadı. Tərəflər baxmayaraq ki, Ukrayna bir tərəfli qaydada çox şeylərə razı olmuş olsa da, Rusiya bu istiqamətdə inadından və israrından geri durmadı. Ukraynanın iri şəhərləri bombalanır, dinc əhali arasında kifayət qədər ölənlər və yaralananlar var. O cümlədən mülki obyektlərində bombalanması bu xəbərlər arasındadır. Belə olan təqdirdə Trump administrasiyası üzünü Cənubi Qafqaza çevirəcək və digər bir münaqişənin həlli istiqamətində yerinə yetirilməyən Ukrayna-Rusiya müharibəsinin bitməsi vədini Ermənistan-Azərbaycan müharibəsinin sülh sazişi ilə sona çatması istiqamətində balanslaşdırmağa çalışacaq. Bu istiqamətdə addım atılacaq. Bir sualım var və Paşinyanla bağlı dediniz ki, müsbət mesajlar verir Azərbaycanla bağlı, amma digər yandan da atəşkəsin pozulması, mina təhlükəsi, artıq bir neçə gündə bir neçə mina qurbanının olması, belə deyim, mina xəritələrinin tam şəkildə verilməməsi, verilənlərin saxta çıxması və maraqlı bir məqama toxundunuz. Mən istəyirəm bütün ümumiləşdirim, deyim ki, siz təhlilinizi açıq şəkildə tamaşaçılara çatdırasınız və siz də aktiv olub yayını bəyənib paylaşın, eyni zamanda öz fikirlərinizi yazın. Trump administrasiyası bu Cənubi Qafqazda bu münaqişəni bitirə bilər dediniz. Amma Ermənistan görsənir ki, axı Ermənistanın bir neçə sahibi var, xüsusilə də Fransa. Hal-hazırda Trump administrasiyası ilə Macron administrasiyasında münasibətləri göz önündədir. Yəni, sizcə bu necə olacaq? Paşinyan hansı tərəfin sözünə daha çox diqqət edəcək?
Əvvəla onu qeyd edeyim ki, mina xəritələrinin verilməməsi bu Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirən faktorlardan biridir və xəritələrin doğru olmaması da bu artıq keçmiş Ermənistan hərb siyasətinin dağınıq və pərakəndə, o cümlədən mərkəzləşdirilmiş qaydada idarə olunmamasının göstəricisidir. Güman edirəm ki, bu istiqamətdə danışıqları daha intensivləşdirmək və bu istiqamətdə daha çox Ermənistan qarşısında tələblər qoymaqla buna nail olmaq lazımdır. Amma yenə də ümid etmək olmaz ki, verilən xəritələr bütövlükdə minaların xəritəsini özündə ehtiva edəcək və biz bundan əziyyət çəkməyəcəyik. Minalar hələ uzun müddət, təəssüflər olsun ki, can almaqla davam edəcək. Ermənistan ordusu da pərakəndə, dağınıq və işğal faktorunun özü də nizamsız pərakəndə olduğuna görə bu keçən illər ərzində müxtəlif yerlərdə tarixin bəzi dönəmlərində əldən ələ keçdiyinə və bastırılmış minaların da hamısının xəritəsinin olmaması ucbatından bu hadisələr baş verəcək. Paşinyan hökumətinin kimə güvənəcəyi, Trumpa mı, Macrona mı güvənəcəyi hələlik söz konusu deyil. Yəni, Anadolu türkləri demişkən, burada Cənubi Qafqaza təsir etmə imkanlarından söhbət gedir. Amerika Birləşmiş Ştatlarının postsovet məkanında Rusiyanın qarşısına çıxa biləcək gücü var və Rusiyanın da bu məsələlərdə ən azı çəkingən mövqeyi var. Nəinki Trump. Avropanın bu istiqamətdə hər hansı bir addım atmaq istəyi Rusiya tərəfindən baskı ilə qarşılana bilər, amma Trump administrasiyasının... Trumpın gücü nədir bu regionda? Trumpın gücü ən azı Rusiyaya bəlli bir məqamlarda güzəştə getmək və Rusiya ilə bu və ya digər şəkildə masa arxasında əyləşib bəzi məsələləri çözmək istəyidir ki, bu da Rusiyanı postsovet ölkələrində münaqişələrin yatırılması ilə bağlı Trump administrasiyasına digərlərinə nisbətən qismən etimad məsələsi var. Və bu qismən etimad Trump administrasiyasının Cənubi Qafqazda sülhün və barışın əldə olunması istiqamətində ata biləcəyi addıma Rusiyanın yaşıl işıq yandıra biləcəyi ehtimalı böyükdür. Macronun isə burada təsir imkanları kifayət qədər aşağı düşüb və Avropa Birliyi özü bugün Rusiya təhdidi ilə üz-üzədir və Avropa daha çox Rusiya Ukrayna məsələlərinə məşğul olmaq üçün çaba göstərir. Buna görə hesab edirəm ki, Macronun yiyəsi kimi, Rusiya, Ermənistanın yiyəsi kimi çıxış etməsi faktoru bir qədər tarix.